Əziz və dəyərli müsəlmanlar, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Allahın iznə bu dəfəki çatdırılan mövzu Allahın mərhəmət edənləri sevir. Biz mərhəmətə baxdığımızda Allah Subhanahu taala Quran-Kərimdə ən çox işlətdiyi sözlərdən Rəhman və Rəhim olan Allah. Və hər zamanla biz surələrə başladığımızda mərhəmətli və rəhimli Allahın adı ilə deyib başlayırıq. Allah Subhanahu taala bunu dönə-dönə bizə qeyd edir. Və ayətdə nə gəlir? Mərhəməti hər şeyi əhatə etdi Allah Subhanahu taala. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah Subhanahu taala buyurdu ki, rəhmətim qəzəbimi üstələdi. Və bir rəhmətlə bizə yanaşan Allah Subhanahu taala bizdən də insanlara qarşı, bütün məxluqa qarşı mərhəmətli olmağını istəyir. Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki, sizin özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O Allah Rəsulü sallallahu əleyhi və səlləm. Həmin o insandır ki, niyə ağır gəlir? Çünki o bilir ki, bir insan günah edərkən, mərhəmətdən uzaqlaşarkən qəlbi sərtləşir və hansı səviyyələrə gəlib çıxır. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm hər zaman insanları buna dəvət edirdi. Həzrət Peyğəmbər buyurur ki, insanlara qarşı, yaradılmış bütün məxluqa qarşı mərhəmətli olun. Sahabələr deyir ki, ey Allah Rəsulü, heyvanlar da burada keçir. Allah Rəsulü ki, bəli. Onlar deyir, Allah Subhanahu taala sizə əmanət olaraq verdi. Sizin xidmətinizə verdi. Amma xidmətinizə verdisə, o demək deyil ki, siz onları istədiyiniz kimi istifadə edəsiniz. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün bir bağın kənarından keçərkən bir zəif dəvə görür. Və dəvənin yanına yaxınlaşır və dəvənin başını oxşadığından sonra yiyəsi deyir, bunu yiyəsi kim? Bir gənc gəlir. Deyir ki, ey Allah Rəsulü, mən. Deyir, dəvən səndən şahid edir ki, ona baxmırsan. Allah Subhanahu taala bunu sənə xidmətin üçün verib. Amma haqqın yerini edir. Deyir ki, ey Allah Rəsulü, onun haqqı nədir? Deyir, o heyvana vaxtında yeyəcəklərin verəsən. Və ona layiqincə baxarsan. Və həmin şəxsdir ki, Allah Rəsulü, mən artıq onu azad etdim. Yəni, bir heyvanı belə. Həzrəti Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bir toplumun yanından keçərkən, görür ki, bir qarışqa yuvasını odla yandırırlar. Və Həzrəti Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, o Rəbbi olan Allahdır. Odla yandırmaq ancaq ona məxsusdur, insanlara deyil. Başqa hədisdə nə buyurur? Öldürəcəyiniz bir heyvan, bir həşərat belə olsa, onu bir hərəkətlə öldürəsiniz. Yəni, əzab verərək deyil. Bir heyvanı ox atmaq üçün nişan qoyan insanlar görəndə qəti olaraq Allah Rəsulü qadağan ətlə əsəbləşir. Bu ki, o onlar ötür deyil. Kəsəcəyiniz bir heyvana belə mərhəmət edəsiniz. Nə buyurur? Bir heyvan kəsən əsnada, qurban və ya qeyri vaxtı kəsilən. Heyvanın gözü önündə bıçağı itlənməyəcək. Heyvanın gözü önündə bıçaq gətirilməyəcək. Və kəsilməmişdən öncə su və otu veriləcək. Çünki onun xidmətinizə verildi. Və Quran-Kərimdə biz baxdığımızda Allah Subhanahu taala bizə onunla misalını çəkir. Həzrət Süleyman elə ki gəldi və qarışqaların birinə dedilərsə böyüyür. O Süleyman bizi əzməyindən qorxuram və buradan qaçsın. Allah Subhanahu taala Quran-Kərimdə hər bir işin bizə nümunəsini verir. Və Peyğəmbər də buyurur ki, bir iş görərkən, bir şeylər yandırarkən, yəni bəzən həyətimizdə olsun, tövlədə olsun, ot yandırarkən belə onun daxilinə baxasınız ki, orada bir həşərat var, yoxsa yoxdur. Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki, valideynlər haqqında. Onlar təvəkküllərlə öz mərhəmət qanadlarının altına al. Allah Subhanahu əmr edir. Onlar sənə kiçikliyindən necə baxıbsa, sən də onlara elə mərhəmət edəyəsən. Yəni, o valideynlər, o ana, o ata, sənin kiçik yaşında, gecə bilmədən, gündüz bilmədən, durmadan ağlayan vaxtlarında, o sənə necə mərhəmətlə davranıb, hər dəfə ağlayanda, sən nəvazişlə davranırsa, sən də onlara nəvazişlə davranırsan. Və bu mərhəmətin ən böyük timsalı kimdir? Ana. Qeyri-şərtsiz baxan. Nə vaxt baxsaq, evladının başı ucundadır bu ana. Həzrəti Davud əleyhissalamın dönəmində iki qadın gəlir Davud əleyhissalamın yanına. Bu ki, Davud, biz ikimiz də evladlarımızı bir araya qoymuşduq. Və biz oradan ayrılıb getdik, qaydanda birimizin evladını qurt yemişdi. Və bir yaşlı qadın olur, biri cavan. Bu yaşlı qadının nitq qabiliyyəti gözəl olduğundan dolayı öz məsələsini Davud əleyhissalamı çatdırır ki, Davud əleyhissalam hökm verir. Uşaq sənindir. Uşağın birini canavar yemişdi, biri qalmışdı. Və
uşağı qalanda kiçik qadın idi. Amma nitq qabiliyyəti gözəl olduğundan dolayı yaşlı qadın elə danışır ki, Davud əleyhissalam hökmü böyüyə verir. Və o qadın oradan ayrılır, Süleyman peyğəmbərin yanına gəlir. Bu ki, Süleyman. Atan bu cür hökm verir, amma mən bu hökmdən razı deyiləm. Bu uşağı buna verir, o mənimdir. Yaşlı qadın deyir ki, xeyr, tam əksinədir. Həzrət Süleyman əleyhissalam buyurur ki, bir bıçaq gətirir. Bir bıçaq gətirirlər və Həzrət Süleyman əleyhissalam uşağı tutur. Və buyurur ki, bu uşağı ikiyə böləcək. Hər özə parasını verəcək, götürüb aparasız. Elə ki, bıçağı uşağa yaxınlaşdıranda kiçik qadın deyir ki, ey Süleyman, uşaq böyüyündür, ver geçsin. Mərhəmət odur. Özündə olmağın, bunda olmasın, amma sağ qalsın. Ana odur. Öz evladıdır. Amma evladı ölməsin deyə, evladın həyatına bir çətinlik çıxmasın deyə öz evladı ki, ey Süleyman onu böyük qadına ver. Axı yaşasın. Bunda olmasa belə, onda da olsa yaşasın. Mərhəmət budur. Allah bizdən istədiyi mərhəmət budur. Həzrət Süleyman nə buyurur? Uşaq kiçik qadına. Niyə? Mərhəmət ondadır. Və Həzrət Peyğəmbər nə buyurur? Mərhəmət etməyənə mərhəmət yox. Siz də yer üzərindələrə mərhəmət edin ki, Allah da sizə mərhəmət etsin. Yəni bizim verildiyimiz valideynlərimizə qarşı mərhəmət olmasaq, gələcəkdə evladlarımız da bizə qarşı mərhəmətli olmayacaq. Çünki biz öz əkdiyimiz toxumun bəhrəsini yeyən bir toxumuq. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm hər zaman bunun üzərində dururdu. Və Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurur? İnsanlara bir şeylər verərkən burada belə mərhəmətli olasınız. Ehtiyacı olan bir şeylər verəsiniz. Bu gün bir insanın dolanışıq çətinliyi varsa, o insana olacaq, nəyə ehtiyacı varsa onu verəsiniz. Hər istədiyin deyil. Və Peyğəmbər başqa hədisində buyurur, möminlər də bir vücud kimi olmalıdır. Bir vücudda bədən üzvünün biri ağrı çəkəndə, bütün bədən o ağrını necə hiss edirsə, möminlər də bu cür olmalıdır. Birinin ağrısı varsa, o ağrını sən də çəkməlisən. O dərdi sən də çəkməlisən. O da nəydən gəlir? Mərhəmətdən. Həzrət Peyğəmbərimiz sallallahu əleyhi və səlləm oturur. Bir bədəvi çöl ərəbi idi. Allah Resulü'nün yanına daxil olur. Həzrət Peyğəmbərimizin yanına daxil olanda Allah Resulü sallallahu əleyhi və səlləm Həsən Allah Resulü'nün dizinin üzərində idi. Az sonra Hüseyin meclisə daxil olur. Hüseyin də Allah Resulü'nün dizinin üzərində oturur. Allah Resulü öpüb və əzizliyi buladı. Həmin bədəvi deyir ki, ey Allah Resulü, mənim 11 uşağım var. Heç birini öpüb əzizləmirəm. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm ki, Allah sənin qəlbindən mərhəməti çəkib alıbsa, ona mən nə varım? Səndə mərhəmət deyə bir şey yoxdur. Biz ən çox Allah Rasulundan niyə örnəklər getirik? Birinci ayətdə oxuduğumuzdan dolayı. Deyir, sizin əziyyətə düşməyiniz, o Peyğəmbər əziyyət verir, sizin günah etməyiniz. O, ümməti üçün daima ağlayan bir Peyğəmbər idi. Son nəfəsinə qədər ümmətim deyən şəxs idi. Allah Rasulü məscidə oturur. Məscidə oturan əslində bir Yahudi. Məscidə daxil olur, buyurur ki, Allah Resuluna xitabən, Haşim oğulları borc qaytarmaqda çox səhlənkardılar. Borc alırlar, amma dara qaytardılar. Haşim oğulları Allah Resulü Haşim oğullarından idi. Və qəsdi Allah Resulü idi. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm oturduğu yerdə bu ki, ey Ömər, get pul al, get bunun borcunu ver. Həzrət Ömər radiyallahu anh əsəbləşir. Ki, ey Allah Resulü, bu hədsizin bu cür sənə deməyinə qarşılıq var. Həzrət Peyğəmbər buyurur ki, xeyr, o haqlıdır. Mənim ona borcum var. Onun borcunu qaytarmalıyam. Get filan sahabədən borc al və onun borcunu ver. Həzrət Ömər deyir ki, yaxşı. Məclisdən çıxırlar, həmin Yahudinin Həzrət Ömər radiyallahu anh gedir. Bir dönəm gedəndən sonra həmin Yahudi buyurur ki, ey Ömər, vallahi deyirəm, sizin o Peyğəmbərin mənə verdiyi vaxtda, söz verdiyi vaxtda hələ var. Amma bizim kitablarda, Tövratda keçir ki, bir Peyğəmbər gələcək ki, o mərhəmət nişanəsidir. Onunla acı-acı danışanlarla o yumuşaq danışır. Ona sərtlik edənlərlə o yumuşaqlıq edir. Heç zaman insanlara qarşı sərt deyil. Mərhəmətin ən böyük nişanəsidir. Mən o mərhəmətli olub-olmadığını yoxlamaq üçün vallahi onu dedim. Onun hələ borcunu qaytarmağa möhləti var. Və Allah Resulü'nün yanına gəlir, bu ki, Allah Resulü, mən o İslam dinini qəbul edim. Bir insan İslam dinini qəbul etməyinə, İslam dininə girməyinə səbəb nədir? Bizim mərhəmətimiz. İlk anında qəzəblənməmək. Peyğəmbər nə buyurur? Mömin o şəxsdir ki, rəqibinə qalib gəlib, kürəyin yerə vuran deyil. Mömin qəzəbləndiyi anda qəzəbin udandır. Mərhəmətli olan şəxsdir mömin. Möminin sifətləri bunlardır.